Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 250 tələbəyə Həmkarlar İttifaqı təqaüdü təqdim edib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üzv və tabe təşkilatların rəhbərliyi, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, Tələbə Həmkarlar İttifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Allah rəhmət eləsin. Konfederasiya sədrinin müavini Musa Mirzəyev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətimizin gənclər siyasəti gənclərin milli mənəvi dəyərlər ruhunda formalaşmasına, keyfiyyətli təhsil almasına və cəmiyyətin fəal üzvünə çevrilməsinə geniş imkanlar yaradıb. Qeyd olunub ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin potensialının reallaşdırılması, onların yüksək ixtisaslı kadr kimi formalaşması və ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənc nəslin inkişafına verdiyi töhfələr, Heydər Əliyev fondu tərəfindən icra olunan layihələrin təhsil, mədəniyyət və idman və digər sahələrdə gənclərin imkanlarını genişləndirdiyi də vurğulanıb. Çıxışda gənclərin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi istiqamətində Konfederasiya tərəfindən həyata keçirilən sistemli tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, akademik göstəriciləri yüksək olan və Tələbə Həmkarlar İttifaqı hərəkatında fəal iştirak edən gənclər üçün nəzərdə tutulan Həmkarlar İttifaqı təqaüdü proqramı bu istiqamətdə uğurlu təşəbbüslərdən biridir. Proqram tələbələr arasında sağlam rəqabət mühiti formalaşdırır və onları daha yüksək nəticələr əldə etməyə təşviq edir. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirinin müavini Kənan Kərimzadə təhsil sahəsində həyata keçirilən islahatlardan danışaraq, müasir təhsil sisteminin gənclərin bilik və bacarıqlarından, eləcə də yaradıcılıq qabiliyyətinin inkişafına xidmət etdiyini bildirib. O, Həmkarlar İttifaqı təqaüdü proqramının tələbələrin motivasiyasının artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili isə tələbələrin Həmkarlar İttifaqları sıralarında fəallığından, onların istirahət və asudə vaxtının səmərəli təşkili istiqamətində görülən işlərdən danışıb. Tədbir çərçivəsində Konfederasiya tərəfindən Həmkarlar İttifaqları sistemində aparılan islahatları, həyata keçirilən layihələri və tətbiq olunan yenilikləri əks etdirən videoçarx nümayiş olunub. Məqsədimiz üzvlərimizin rifahını, əmək hüquqlarını və inkişafını təmin etməkdir. Sonda 2024-2025-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə əsasən yüksək akademik göstəricilər göstərən və Tələbə Həmkarlar İttifaqı hərəkatında fəal iştirak edən 250 tələbəyə Həmkarlar İttifaqı təqaüdü təqdim olunub.